Samirov isə uşaqlar 21-ci əsrdə ən çox asist vermiş top 10 oyunçunu axtarır. Mən Mart, buyur. Məncə bunu hamı bilir. Birinci yer Messi olmalıdır. Messi 404 asist. Birinci. Fərman. Qeyri-adi bir oyunçu adı çəkəcəm, Fabregas. Fabregas, Qəşəng Fərman 8-ci yer 241 asist. Neçənci yer? 8-ci. 8 xalda bir dəfə. Yadıma düşdü risk. Nə bilim, yaxşı oyunçu idi. Yaxşı, indi mən Cristiano Ronaldo var. Cristiano Ronaldo 2-ci yer 265 asist. Qəşəng. Xavi. Xavi siyahıda yox. Amma olmalıdır, Xavi nətər yoxdur. Yoxdur, belə yoxdur. Iniesta. Iniesta hərbçi siyahıda yoxdur. Deyəsə biz çıxıb getməliyik də burası. Gəl Messi demişkən onun o birisi kraydakı hücum yoldaşı Angel Di Maria olsun. Angel Di Maria 4-cü yer 277 asist. Bizim Türk qardaşımız Türk xalqlarına Özil olmalıdır məncə. Uyğurların müdafiəçisi və Almaniya millisinin yan müdafiəçisi Mesut Özil 9-cu yer 256 asist. Var. hələm oynamayıb Naqədə. Normal oynadı. Gəl bir dənə hücumçu adı çəkim. Ya Benzema ya Suarez. Luis Suarez 3-cü yer 285. Üçüncü yer? Bəli. Nə qədər xüsus verir. Qağan partladır da Liverpoolda. Həm də Messiyə çox pas atıb bax. Bəli, 285 asist. Benzema. Karim Benzema siyahıda yoxdur. Amma Real tarixində ikinci ən çox asist verən oyunçusudur. Gəl bir dənə də hücumçu deyəcəm. İbrahimovic. İbrahimovic 10-cu yerdədir. Fərman, xaroş. 203 asist. Qəşəng. Tak, kim qalıb belə güclü, çoxdan oynayanlardan? Ayşənin vardı 3 saniyə. Hə, De Bruyne. De Bruyne qəşəng 6-cı yer 252 asist. Ya Realdan uzağa getmək Madriddə. Qızıl top qalibi Modric. Modric siyahıda yoxdur. Hə? Yoxdur. O bağlılığın verilişi. Kroos olmalıdır. Amma risk eləməyin. İpucu ver. İpucu çapıq deyirlər el arasında çapıq. Ribéry. Ribéry qəşəng 7-ci yer 244 asist. Vara baxın qardaş. Qonaq da sıxırsınız mən, olmadı ki. Qonaq da sıxır səni, o da gəl vara baxmaq üçün qırış videonu yekunlaşdıraq. 5-ci yerdə azarkeşlər izləyicilər şeyləri tapsınlar. Bəli, 100%. Yaxşı da bizə dinən də son 2 gündə.